hal-hazırda Keçisi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunun Sarıyoxuş kurğanının ətrafındayıq. İndi isə yolumuz Ceyrançölün də daha biraz ötəsinə, informasiya mərkəzinə doğru irəliləyir. Bu gördüyünüz Ceyrançöl ərazisidir. Ceyrançöl hal-hazırda qarlı, şaxtalı bir havadadır. İsti çillə qışın sərt nəfəsinin bir qədər yumşaldan, amma hələ də soyuğun hökmünün qoruduğu zaman kəsiyindədir. Yanvarın son günlərindən başlayaraq fevral ayının 20-sinə dək davam edir. Xalq yaddaşında Kiçik Çilə hiyləgər kimi hatırlanır. Çünki onun aldadıcı istiliyi insanları arxalanlaşdırır. Bu dövrdə təbiət sanki insanı sınağa çəkir. Qış bitdi deməyə tələsməyi məsləhət deyil. El arasında Kiçik Çillə haqqında bir çox atalar sözləri mövcuddur. Bir çillənin gülü aldatmaz. Kiçik çillə güldü, böyük çillə güldürmədi kimi atalar sözləri səsləndirir. Kiçik çillə eyni zamanda ümidin də daşıyıcısıdır. Torpaq hələ soyuq olsa da, yazın nəfəsi hiss olunmağa başlayır. Bu dövrdən sonra gələn Novruz bayramı və Bozay təbiətin oyanmasına yol açır. Çillə deyir, adamları üşütdüm, onları, ot tayalarını yox edəcəm, qalanları yandırıb göyə sovuracam. Gəlinlərin əllərini xəmir təknələrində donduracaq. Bu günləri biz Keçisi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunun əməkdaşları olaraq Böyük çillənin bitişi və Kiçik çillənin girişi ilə əlaqədar Ceyrançöldəyik. Ceyrançöldə Keçisi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğuna məxsus informasiya mərkəzi ətrafında əkilmiş badam ağaclarının yanında Kiçik çillə ilə bağlı biz bugün həm mədəni irsimizi tanıtmaq, həm adət-ənənələrimizi, milli mədəni irsimizin qorunması istiqamətində Kiçik çillə ilə bağlı çəkilmiş bu videoroliklərimiz, çıxışlarımız hər biri milli adət-ənənələrimizin qorunması, onların təbliği, onların yaşadılması istiqamətində aparılır.